mən ümumi danışıram, ad çəkmirəm. Kim bic doğanlara bəraət qazandırırsa, o bic doğanların sağ əli onların bəraət qazandıranların balalarının başına gəlsin, qarşısına çıxsın. Sonra ona görə də heç vaxtı haqqına haqqa verməyin dostlar. Qaldı. O gələ bilirsən, niyə gəlmirsən? Mən ailə qurub ev meşiyimdəyəm. Azərbaycanda mənim ev eşiyim yoxdur. Gəlim orada harda oteldə yaşayım. İnşallah indi oradan da ev alaram. Əvvəl var idi orada evim. Sonra el oldu ki, müəyyən səbəblərdən burada böyük bir, belə deyim ki, gözəllik məkanı açıram. Keçən dəfə də qeyd etdim. Orada dırnaq olacaq, orada digər qulluq var, saça qulluq, maskalar filan. Ona görə bu belə. İkinci də buradan səslənirəm. 10.000 dollar kim verə bilsə 2 gün vaxtım gedir. Daca 3 gün yol yorğun oluram. Sərhəd keçirəm, gedirəm, gəlirəm. Azərbaycandan toy gələndə də təklif edilir, deyirəm. Çünki mən Azərbaycandan bura toya 6-7 min dollara gəlirdim bir günə. İndi də bilirsiniz ki, biraz məsəl üçün gediş-gəliş bir əvvəlki qədər rahat deyil, biraz çətinləşib bir balaca. Ona görə də mən o pulun burada 2 günə mən qazandığım pulu deməliyəm də. Kimsə çıxsın, bir mərd-mərdanə desin, mən 10.000 dollar verirəm, gəl. Gör nətər gəlirəm. Bu bir. İkinci, burada həbsli axtarış deyil. Yığışın danışıram sizə. Vəziyyət nədir? Məhkəmə olub, mən məhkəməyə gedə bilməmişəm üzürlü səbəbdən. Məhkəmə də afət gələnə qədər məhkəməni saxlayıb. Və həbssiz Flora Kərimovanın da məhkəməsinin vaxtında bu cürdür. Mən qanunları bilirəm, ona görə rahatam. Siz görmürsünüz, mən hər gün təyyarələrdəyəm, uçuram. Göməm yerimi bilmirlər ki, göməm bu dəqiqimin adresini bilmirlər ki, hər şeyi bilirlər. Mən toylarımdan canlı açıram. Toylarımın da yerini istəyirsiniz deyim. Hamısını zaten səhifəmi izləyin. Hamısının yerinə mən canlı açıram. Yəni bu həbssiz axtarış oldu ki, gedin afətə deyin, məhkəməyə gəlsin. Mənə də deyiblər, demişəm, yaxşı gələcəm. Burada nə var ki? Keçən dəfə də el oldu da, Flora Kərimovanın. Sadəcə olaraq bəzi vəkillər, bəzən, axı, qonorar qarşılığında iş görür, nəsə danışmalıdır da. Ola bilər ki, məsəl üçün, Vəfaya belə başa salıblar ki, indi kimsə bilmirəm. İndi bəlkə hardansa yəqin belə başa salıblar. Ay, nə danışsın? Axtarış verilib. Bilirsən nə olacaq? Tutacaqlar. Tutulmur. İnsan gəlir, orada qol çəkirsən ki, gəldim, 5 dəqiqə vaxtın gedir, sonra da gedirsən, toylarını oxuyursan, nə bilim, efirlərinə çıxırsan belə. Keçən dəfə Flora Kərimova ilə o məsələ olanda da, mən gəldim, getdim, o işləmlərimizi gördük, bir yarım saat, 2 saat vaxt apardı. Ondan sonra getdim, efirlərimə çıxdım, toyumu da elədim, 10 dəfə, 20 dəfə də uçub gedib gəlmişəm. Böyük sənətkarımız Tacir Şahmaloğlu'nu salamlayıram buradan. Dostlar, bu cür şayələri ona görə buraxırlar ki, məni, məsəl üçün, mənə yaraşmayan adlar altında başlıqlar qoyulub paylaşılsın. Şeylərə də bundan verirlər ki, indi maya batıb, Vəfa dəli olmasın, neynəsin? Vəkil tutdu, vəkil də elə belə konfet kağızına işləmir ki, bunu alır da. Mən niyə məsəl üçün, o gün dedim Vəfanı verəcəm məhkəməyə, niyə vermədim? 5000 vəkil pul istəyir, dəliyəm, əziyyətlə qazandığım pulu vəkilə verəm. Özdə hələ indi mən Tovuzdayam, Tovuza gəlib gəlməyə də bir 10.000 yəqin lazım olar da vəkilə. Ən azı, xüsusi tam lişə də biraz baha gedirlər. Bilmirəm, indi 10.000 alırlar, 5.000 alırlar, məndən 5.000 istədilər. O 5.000-i mən əziyyətlə qazanıram. Bu boyda da Vəfa indi xərc çəkibsə, vəkil tutub, nə qarib, nə eləyib. Ona görə də nəticə də yoxdur deyə maya batıb dana yanır. Nəsə deməlidir, axı vəkil də ora qoşulub nəsə deməlidir. Bəli, mən də hüquqlarımı bilirəm. Mən gələndə, bəli, neçə dəfə də soruşublar. Mən gələndə də soruşublar. Məhkəməyə gəl, qol çəkmişəm ki, gələcəm. Vəssalam, burada nə var ki? Adamı tutmurlar ki, bundan ötürü. İndi bu cahil adamlar, Vəfa savadsızdır. Vəfa, heç inanmıram 11-ci sinifə də axıra qədər oxuyubsa da ola bilər, amma 11-ci sinif kifayət eləmir, görünür. Ali təhsil almaq lazım idi ki, bu şeyləri başa düşəsən. Mikail yazıb ki, Vəfa... Özü bilər, Allahı bilər, ağlı dolardı, verməyərdi. Güya ki, nə olacaq ki? Ən belə pis halda da, birincisi bu uduzmaq demək deyil. Hələ məhkəmə olmayıb ki, ya udam, ya uduzam. Floran vaxtında da getdim, uddum. Mülkədə uduzdum, pul uduzdum. Onda iş yerim yox, gücüm yox, işim yox, gücüm yox. Olanda verəcəm. Amma xüsusi tamlı, bu Vəfanın məhkəməsində olan işdə uddum. Onda da belə yazırdılar, yazdırırlar. Yəni bu şeylər mənə vız gəlir. Burada da zaten
Vəfalıq bir iş yoxdur. O vaxt Tolik dedi ki, mən elədim. Mən Vəfiyə dedim afəti ver məhkəməyə. Tolikin özünün danışdığıdır. Gəlsin üzünə deyim. Elə Tolikin özünə çatdırın ki, Afət deyir ki, Tolik mənə dedi ki, Vəfaya mən dedim ki, Afət ki, Şəbnəmin tərəfini tutdu. Ver afəti məhkəməyə. Yəni bunu mənə Tolik dedi. İmanımı yandıranmaram. Nə dərəcədə düzdür, səhvdir. Amma məsələn mən həyatda boyu, mən ömür boyu kimisə aparıb kiməsə şikayət eləyə bilmərəm. Məndə o qəlb yoxdur. Eləyə bilmərəm. Bilirəm ki, eləsəm də sonra gedib geri götürəcəm də. O ürək məndə yoxdur.